şüphe etmirəm ki, Azərbaycan gençləri 20-ci əsrdə toplanılmış bütün təcrübədən səmərəli istifadə edərək 21-ci əsrdə doğma, müstəqil Azərbaycan üçün yeni uğurlar gətirəcək. Gənclik hər bir dövlət üçün mühüm sosial təbəqədir. Xalqın sabahı və sağlam gələcəyidir. Təsadüfi deyil ki, dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən vacib meyarlar arasında gənclər sayəsində qazanılan uğurlar xüsusi yer tutur. Hələ 26 il əvvəl bu reallığı düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev gənc nəslin roluna böyük önəm vermiş, bu təbəqədən olan insanlara hər sahədə özlərini təsdiq etmək üçün şərait yaratmışdır. Heydər Əliyevin 1997-ci ildə fevral ayının ikisini Gənclər Günü elan etməsi Ulu Öndərin gənclərə xüsusi diqqətinin təzahürüdür. Məhz Heydər Əliyevin yaratdığı bünövrə və hərtərəfli imkanlar sayəsində gənc nəslin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. Beynəlxalq yarışlarda himnimizi səsləndirən, bayrağımızı ucaldan, qələbələri ilə xalqımızı sevindirən də gənclərimizdir. Azərbaycan gənci həm də dövlət idarəçiliyində ona bəslənən etimadı uğurla doğruldur. Seçkili orqanlarda öz seçicilərini layiqincə təmsil edir. Diplomat kimi xaricidə milli mənafelərimizi qoruyur. Eyni zamanda Azərbaycan gənci ölkəmizin inkişafına töhfə verən bacarıqlı iş adamıdır. Gələcəyin istedadlı alimidir. Beləliklə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda formalaşan gənc nəsil malik olduğu qabiliyyət və intellektual imkanları ilə dövləti və xalqı sağlam gələcəyə daşıyan avanqard təbəqədir. Prezident İlham Əliyevin fəaliyyətində gənclər siyasəti daim prioritet istiqamət təşkil edib. Bu dövrdə gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında yaxından inkişafının stimullaşdırılmasını, onların potensialından səmərəli istifadəni nəzərdə tutan 3 dövlət proqramı təsdiq olunub. Hazırda 2017-2021-ci illəri əhatə edən 3-cü proqram icra olunur. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə ayrıca dövlət proqramı yerinə yetirilib. 3 il əvvəl isə gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası təsdiq olunub. Bütün bunlar Azərbaycan prezidentinin gənclərə diqqətinin, onların cəmiyyət həyatında fəal iştirakına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Prezident İlham Əliyevin indiyədək imzaladığı dövlət proqramları, gənclərin təhsili üçün xaricə göndərilmələri, gənclər evlərinin yaradılması, Gənclər Fondu tərəfindən gənclərin layihə və proqramlarının dəstəklənməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis olunması ondan xəbər verir ki, Azərbaycanda gənclərlə bağlı məqsədyönlü tədbirlər kompleks şəkildə həyata keçirilir. Fevralın 1-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısı bir həqiqətin, Azərbaycanda həyata keçirilən mütərəqqi dövlət gənclər siyasətinin növbəti təsdiqi oldu. Cənab Prezident tədbir boyu gənclərlə bir yerdə oldu. Nitq söyləyərək gənclərə tövsiyələrini verdi və həm də onları dinlədi. Dövlət başçısı mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatı təqdim etdi. Bir qrup gənc isə dövlət gənclər siyasətinin həyata keçirilməsində və gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə dövlət mükafatları ilə təltif olundular. Əslində bu diqqət Prezident İlham Əliyevin gənclərə göstərdiyi hərtərəfli himayədarlıq və qayğının kiçik təzahürü idi. Göründüyü kimi, Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki,
Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib.